Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resulü emmə ba'd. Allah Teala'dan istəyirik ki, Allah Teala bu xeyirli işi bərəkətli eləsin. Allahın rizasına, razılığına aparan bir yol etsin. Və bu evlilikdə nə kimi xeyirlər varsa, hamısını Allah Teala onlar üçün yazsın. Həqiqətən, yəni evlilik Allah Teala'nın bəxş elədiyi böyük nimətlərdən biri sayılır. Çünki Allah Teala evliliklə insanı qoruyur, namusunu qoruyur, dinini qoruyur və həmçinin nəslini qoruyur. Və ümumiyyətlə, Allah Teala'nın buyurduğu hər bir əmirlərdir və həmçinin eyni zamanda qadağaların hər birində yəni uca bir hikmətlər var. Və ona görə də insanın üzərinə düşən Allah Teala'nın bəxş elədiyi hər bir niməti şükürlə qarşılamasıdır. Əgər nimət şükürlə qarşılanarsa, Allah Teala o niməti davamlı edir, xeyirli edir, bərəkətli edir. Və həmçinin də evlilikdə, əgər o nimətlərdən biridirsə, yəni bunun da əsli, təməli, yəni Allah Teala'nın razı qaldığı şəkildə, istədiyi şəkildə qurulmalıdır ki, bərəkət olsun. Yəni bərəkət Allah Teala tərəfindəndir. Və Allah Teala bərəkəti, xeyri, əmrinin işlənildiyi yerə qoyur. Amma içkidir, haramdır və digər haramlarla bərəkət, yəni bir araya gəlmir. Yəni həmçinin haramla, asiliklərlə, günahla, yəni xoşbəxtçilik də olmur. Ola bilər insanın ağlı geçsin və yaxud da müəyyən vaxt özündə olmasın, yəni o xoşbəxtçilik deyil. Yəni insana xoşbəxtçiliyi, səadəti qazandıran bir şey varsa da, yəni o da itaətdir. Yəni insanın Rəbbinə qul olması, onun əmrini yerinə yetirib və qadağalarından çəkinməsidir. Yəni bundan başqa bir yerdə, yəni insan nə qədər axtarsa da, yəni o qəlb rahatçılığını heç vaxt tapa bilməz. Niyə görə biz bunu arxain deyirik? Çünki bizi yaradan Rəbbimizin vədidir. Allah Teala buyurur Taha surəsində: وَمَنْ أَعْرَضَ عَنْ ذِكْرِ فَإِنَّ لَهُ مَعِيشَةً ضَنْكَ. Kim mənim zikrimdən uzaq olarsa, yəni burada zikir deyildiyi zaman Qur'andan, Qur'anda olan əmirlərdən uzaq olarsa, yerinə yetirməzsə və Qur'andakı qadağalardan çəkinməzsə, yəni o insanın güzaranı, yaşayışı sıxıntı içərisində olar. Yəni o insan istədiyini yesin, yəni ən bahalı yeməklər yesin və ən bahalı paltarları geyinsin və hətta qəsrlərdə yaşasın, yəni o insan xoşbəxt ola bilməz. Və hətta bunu özünüz də təcrübədən keçirə bilərsiniz və görəcəksiniz ki, neçə insanlar var, qəsrdən çıxır, milyonu var, amma üzündə gülümsəmə yoxdur. Üzündən zəhrimar yağır. Çünki insanın qəlbində olmadığına görə üzünə də çıxmır. Və ona görə ən böyük səadət, ən böyük xoşbəxtlik insanın qəlbinin huzur içərisində, rahatçılıq içərisində olmasıdır. Və Allah Teala da o huzuru, rahatçılığı əmrini yerinə yetirən insanın qəlbinə yerləşdirir. Hətta Amerikalı bir profesor deyir ki, mən ilk tələbəlik illərimdə bir cədvəl çəkdim. O cədvəlin xanalarında xoşbəxtliyin bariz amillərini qeyd elədim. Yəni insanın xoşbəxt olması üçün nəyi olmalıdır? Və onlardan birincisi sağlam olmalı, ikinci zəngin olmalı və üçüncü vəzifəsi olmalı və dördüncü də məşhur olmalı, populyar olmalı. Və sonra deyir ki, bunu özlərindən olan bir nəfs aliminə, psixoloqa göstərir və deyir ki, o bunların üstündən 2 dənə xətt çəkdi və dedi ki, bunların heç biri xoşbəxtlik deyil. Yəni, əsl xoşbəxtlik qəlb rahatçılığıdır. Və o deyir ki, mən onunla razılaşmadım. Yəni, necə ola bilər? Yəni, bunlar xoşbəxtçilik olmasın. Çünki insanların yəni elə axtardığı da budur.
Və deyir ki, artıq bu söhbətdən, bu danışıqdan 50 il keçir, yarım əsr keçir və indi dərk edirəm ki, əsl xoşbəxtçilik qəlb rahatçılığıdır. Deməli, qəlb rahatçılığında insan əsas iman, yəni Allaha iman gətirməklə və sonra o imanın tələb etdiyi şəkildə əməl etməklə onu əldə edir. Necə ki, Allah Teala Ən-Nəhl surəsi 97-ci ayədə buyurur, Mən amilə salihan min zəkərin əv unsə və huvə mümin fələnuhiyyənnəhu həyətən tayyibə. Hər hansı kişi və yaxud da qadın iman gətirdiyi halda salih əməl edərsə, biz ona xoş həyat verərik. Biz ona xoş həyat verərik. Deməli, insan xoşbəxt olmaq istəyirsə, ən birinci amil iman və salih əməldir. Buradan alimlər fayda olaraq çıxarır ki, baxın deyir, Allah Teala demədi ki, biz ona bol ruzi verərik, mal dövlət verərik. Nə buyurur? Fələnuhiyyənnəhu həyətən tayyibə. Biz ona xoş həyat verərik. Yəni, bu da onu bildirir ki, iman gətirdikdən sonra, imanın tələb etdiyi şəkildə əməl edən insan hər bir halında xoşbəxtdir. Müsibət gəlir, xoşbəxtdir. Xəstələnir, yenə xoşbəxtdir. Kasıblıq üz verir, yenə xoşbəxtdir. Yəni, sual ortaya çıxa bilər ki, necə olur ki, insan bu cür sıxıntılar, problemlər içərisində xoşbəxt yaşasın? Yəni, bəli, iman elə bir nemətdir ki, yəni, insan bu iman sayəsində, iman gətirən insanda elə bir qaydalar vardır ki, o qaydalara əsasən ona üz verən hər bir halı düzgün qarşılayır. Məsələn, nemət gəlir, neməti şükürlə qarşılayır. Müsibət gəlir, səbr edir. Artıq vahşivən qoparmır, saçını yolmur, üzünü vurmur, sinəsini cırmır. Amma iman gətirməyən insan isə və yaxud da düzgün iman gətirməyən, imanı zəif olan insan isə nemət verildiyi zaman şükür eləmir və neməti Allaha da mənsub etmir və deyir ki, mən bunu öz bacarığıma görə, öz ağlıma, öz təcrübəmə görə əldə eləmişəm, deyir. Amma yenə rahat ola bilmir. Yenə qorxu var. O onu harada saxlayacaq? İtmə qorxusu var. Yana bilər, oğurlana bilər. Hətta bir çox həkimlər deyir ki, stres, şəkər və ən çox əsəb xəstəliyindən şikayətə gələnlər elə zənginlərdir. İmkanlı insanlardır. Yəni, onların problemi daha da çoxdur. Yəni, düzgün qarşılamadığını rahatlıq da tapa bilmir. Amma müsibət gəldiyi zaman, yəni iman gətirməyən insan düzgün qarşılamır. Vahşivən qoparır, saçını yolur, üzünü vurur, sinəsini cırır və Allaha etiraz edir. Niyə belə oldu? Niyə filan kəsə olmur, ancaq bizə olur? Amma insan bu hərəkətləri ilə yenə bədbəxtçiliyini artırır. Yəni, birincisi insan bu hərəkətləri ilə ötən şeyi geri qaytıra bilmir. İkincisi, əsəbi xəstəliyə tutulur. Və üçüncü, əgər səbr etsəydi, böyük savablar, mükafatlar əldə edəcəkdi, onu itirir. Dördüncü isə, daha acısı, Allahın qəzəbini qazanır. Çünki Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, İnna Allaha izə əhəbbə qavmən ibtələhum. Allah Teala bir qövmü sevərsə onları imtihana çəkər. Fəmən radiyə fələhur rida. Və kim o müsibətdə razı qalarsa, Allahın bölgüsünə, Allahın təqdirinə razı qalarsa, ona Allahın razılığı vardır. Və mən səxita fələhus suxt. Və kim qəzəblənərsə, etiraz edərsə, ona Allahın qəzəbi vardır. Deməli, insan razı qalmaqla həm Allahın razını qazanır və həmçinin qəlbində hüzur, sevinc əldə edir. Amma etiraz etməklə, düzgün qarşılamamaqla, səbr etməməklə insan 2 qat müsibət əldə edir. Ona görə, yəni iman neməti elə bir nemətdir ki, insana hər bir halda xoşbəxtçiliyi qazandırır. Və həmçinin insan bunun sayəsində bilir ki, Allah Teala Arhamur Rahimindir. Yəni Allah Teala ən böyük mərhəmət sahibidir. Allah Teala'nın bəndəsinə olan mərhəməti, rəhmi, şəfqətli ananın övladına olan mərhəmətindən daha böyükdür. Yəni, insan bilməlidir ki,
Allah Teala ona özündən daha rəhimlidir. Yəni Allah Teala sənə sənin özündən daha rəhimlidir. Əgər bu müsibət, sıxıntı, problem o böyük mərhəmət sahibi tərəfindən gəlibsə, insan bilməlidir ki, bunun özündə də böyük xeyirlər var. Və bəzən biz onu bilmirik. Bizə şər kimi gəlir, amma onun altında böyük xeyirlər yatır. Çünki Allah Teala Bəqərə surəsində buyurur ki, Asa en tekrahu şey'en ve huve hayrun lekum. Ola bilsin sizin xoşlamadığınız bir işdə sizin üçün xeyir vardır. Ve asa en tuhibbu şey'en ve huve şerrun lekum. Ola bilsin sizin sevdiyiniz işdə sizin üçün şər vardır. Bizə yaxşı görünə bilər. Amma ola bilsin ki altında şər yatır. Vallahu ya'lemu ve entum la ta'lemun. Allah bilir, siz bilmirsiniz. Demək ona görə mömin insan, yəni o təqdirlə razı qaldığına görə Allah Teala onun qəlbinə hidayət, huzur və sevinc yerləşdirir. Və həmçinin bu gələn müsibətlər insan bilməlidir ki, boşa getmir. Boşa getmir. Hər bir sıxıntıya görə düzgün qarşılayarsa kəffarədir. Yəni günahların silinməsinə səbəbdir. Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur ki, qulun Allah qatında müəyyən dərəcəsi olur. Qul o dərəcəyə etdiyi əməllə çatmır. Etdiyi əməllə çatmır və Allah Teala müsibət göndərərək əzəldən yazılmış o dərəcəyə qulunu çatdırır. Bu həm dərəcənin artmasına səbəbdir, həm ki günahların silinməsinə dəlil olaraq buyurur ki, insana üz verən hər bir dərd, qəm, qüssə, kədər və ayağına batan bir tikana görə də Allah Teala qulunun günahlarını silir. Deməli, heç bir sıxıntı mömin üçün boşa getmir. Ona görə Peyğəmbər s.ə.v buyurardır ki, Əcəbən li əmril mümin. Mən mömin insanın işinə təəccüblənirəm. Həqiqətən, onun halı çox qəribədir. Niyə? İn asabətu sarra'u şəkərə fəkənə xeyran ləh. Nemət verildiyi zaman şükr edir, onun xeyir nədir? Və in asabətu darra'u sabara fəkənə xeyran ləh. Amma müsibət gəldiyi zaman səbr edir, yenə onun xeyir nədir? Fəleysə zəlikə illə lil mümin. Bu mömindən başqası üçün ola bilməz. Bu mömindən başqası üçün olur. Niyə? Çünki başqası neməti şükürlə qarşılamır və müsibəti də səbirlə qarşılamır. Və burada yenə müsibətdə səbir deyildiyi zaman və yaxud da kimsə başa düşər ki, ağlamaq da olmaz. Yəni, ağlamaq göz yaşına görə Allah Teala əzab vermir. Amma şivən qopararaq, şivən qopararaq insanın ağlamasına görə hətta ölüyə əzab verilir. Peyğəmbərimiz s.ə.v buyurur ki, Əl-meyyitu yu'əzzəbu bimə nihə aleyhi. Ölüyə əzab verilir onun üzərində ağladıqlarına görə. O şivən qoparır. Amma göz yaşına görə əzab yəni, o insan bu cür ağlaya bilər, nə qədər istəsə. Amma şivən qoparması, qışqırılması, bağırmasına görə ona əzab verilir. Həm günah daşıyır özü və ölüyə də əzab verilir. Və həmçinin insan iman sayəsində bilir ki, bu gələn müsibətlər insanın təmizlənməsinə səbəbdir. Qəlb xəstəliklərindən. Alimlərdən biri buyurur ki, əgər bu cür sıxıntılar olmasa, müsibətlər olmasa, insana onu məhv edən xəstəliklər üz verir. Təkəbbürlük, qəlbin sərtləşməsi, özündən razılıq və həmçinin fironluq. Yəni, Allah Teala müsibət göndərərək o müsibətlə qulunu o xəstəliklərdən təmizləyir. Yəni, Allah Teala əvvəlcədən nemət verir. İnsan neməti dəyərləndirmədiyi zaman Allah Teala dərman olaraq müsibətlər göndərir. Və o müsibətlərlə qulunu o xəstəliklərdən təmizləyir. İkinci, dünyadakı ən uca dərəcəyə qaldırır və üçüncü isə onun üçün axirət mükafatlarını vəd edir. Bəzən insanın işləri yaxşı gedəndə, istəyir ticarəti olsun və yaxud da digər sahələrdə
heç bir problemlə qarşılaşmayanda insana nə üz verir? Elə bil ki, yəni bu işlərin alınması onun öz hünərinə görədir. Bacarığına görə, təcrübəsinə görədir. Elə bil ki, insanda bir hal yaranır, yəni Allaha ehtiyacı yoxdur. Duaları unudur. Allahın rəhmətinə elə bil ki, ehtiyacı olmadığını sanır. Amma nə vaxt ki, bir sıxıntı ilə qarşılaşır, devalvasiya kimi, yaxud da krizis, və onda insan başlayır o ağlını, beynini sıxmağa, ağlını işlətməyə, görür ki, alınmır. Onda Rəbbinə tərəf üz tutur və öz kasıblığını, acizliyini, ehtiyacını Rəbbinin qarşısında izhar edir və yalvarmağa başlayır. Deməli, həm insan bu yalvarması ilə onda olan o təkəbbürlük gedir, özündən razılıq gedir, təmizlənir və həmçinin ucalmasına səbəb olur. Və insanı da ucaldan nədir? Onun Rəbbinin qarşısında qulluğunu, ibadətini izhar eləməsidir. O da necə olur? Yalvarması ilə, ibadəti ilə olur. Və Allah Teala müsibət göndərməklə istəyir ki, qulları yalvarsın, tövbə eləsin, günahlarına son qoysunlar. Necə ki, Allah Teala Müminun surəsində buyurur, وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ. Yəni, biz onları əzabla yaxaladıq, onlar nə Rəbbinə ibadəti artırdılar, nə də yalvarıb yaxardılar. Yəni, Allah Teala müsibət göndərməklə istəyir ki, qulu tövbə etsin. Yəni, hətta bizim etdiyimiz günahların hamısına görə yox, bəzisinə görə müəyyən müsibətlər göndərir ki, insan ayılsın, tövbə eləsin, Rəbbinə tərəf dönsün. Amma dönməzsə, onda onun üçün artıq bir əzab olur. Necə ki, digər ayədə Allah Teala buyurur, Ən'am surəsində, فَلَوْلَا اِذْ جَاءَهُمْ بَأْسُنَا تَضَرَّعُوا. Kaş ki bizim əzabımız gəldiyi zaman onlar yalvarıb yaxarardılar. وَلَكِنْ قَسَتْ قُلُوبُهُمْ. Lakin onların qəlbləri sərtləşdi. Niyə görə tövbə etmədilər? Qəlblərin sərtləşməsinə görə. Çünki insanın qəlbi sərtləşdiyi zaman tövbə etmir. Yəni, qəlbin sərtliyi tövbəyə maniyədir. Və şeytan onlara etdiyi əməlləri gözəl göstərdi. Və sonra Allah Teala buyurur ki, فَلَمَّا نَسُوا مَا ذُكِّرُوا بِهِ فَتَحْنَا عَلَيْهِمْ أَبْوَابَ كُلِّ شَيْءٍ. Onlar bildiklərinə əməl etməyi tərk etdikləri zaman biz onlara hər şeyin qapılarını açdıq. Elə bir ki, dünya hər tərəfdən axıb gəlməyə başladı. Hətta izə fərihu bimə utu əxəznəhum bəğtətən fəizəhum mublisun. Nə vaxt ki, onlara verilən bu nemətlərlə sevindikləri zaman, sevinç içərisində olduqları zaman biz onları qəfildən yaxaladıq. Onlar məyus şəkildə qaldılar. Və ona görə, yəni insan bilməlidir ki, əgər günah üzərində davam etdiyi zaman, nə qədər ki günah üzərində davam edir və Allah Teala nemətini ona verməkdə davam edirsə, insan bilməsin ki, bu yaxşı haldır. Əksinə, insan günah üzərində davam etdiyi halda nemətlər gəlirsə, Allah Teala nemətləri başından aşağı tökürsə, yəni bu istidrac ola bilir. İstidrac. İstidrac nədir? İstidrac insanın əzabının artırılması üçün verilən şeylərə deyilir. Deməli, insan günah üzərində olduğu halda nemətlər gəlirsə, yəni bilməsin ki, bu hal yaxşı haldır, əksinə əzabın artırılması üçün verilir. Yəni Allah Teala imanı, faydalı elmi sevdiyi quluna verir. Amma dünyanı isə sevdiyinə də verir, sevmədiyinə də verir. Və ona görə keçmiş insanlar, alimlər, salih insanlar, yəni dünya gələndə onlar düşünərlər ki, onları dərd bürüyərdir ki, görəsən bu nəyə görə verilib? Əzabın artması üçün, yoxsa Allah Teala sevdiyindən verir. Amma imanı isə Allah Teala sevdiyi quluna verir. Deməli, bu hal, bəzən insan elə bilir ki, Allah Teala ona mal dövlət verirsə, sevdiyinə görə verir.
Yəni bu zənn insanlarda o vaxtda yaranmışdı və indi də bəzi insanlar deyir ki, zəngin insanları görəndə Allah Teala onları sevir ki, ona görə verib. Kasıbı sevmir, ona görə verməyib. Əksinə Allah Teala Quranda buyurur: فَأَمَّا الْإِنسَانُ إِذَا مَبْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّ أَكْرَمَنِ. Nə vaxt ki Allah Teala qulunu yoxlamaq üçün bir ikram olaraq ona nemət verdiyi zaman İnsan deyər ki, Rəbbim mənə ikram etdi. Yəni, mən bu nemətə layiq olduğum üçün Allah Teala bu neməti, mal dövləti mənə verdi. Yəni, şükr etməz. İnsan olaraq da şükr etməlir. وَأَمَّا إِذَا مَبْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانًا. Nə vaxt yenə Allah Teala qulunu yoxlamaq üçün, imtihana çəkmək üçün onun ruzisini daraldır, onu kasıb edir və insan yenə insan olaraq deyər ki, Rəbbim məni alçaltdı. Allah Teala buyurur ki, kəllə, xeyr, heç də belə deyildir. Yəni, mənim kiməsə mal dövlət verməyim ona olan sevgimi bildirmir. Və mənim kiminsə ruzisini daraltmağım ona olan qəzəbimi bildirmir. Sadəcə bunların ikisi bir imtihandır. Yəni, mən qullarımı həm zənginliklə və həmçinin kasıblıqla imtihana çəkirəm. Amma mən kimi ucaldıramsa, yalnız və yalnız mənə olan itaətinə görə, ibadətinə görə, qulluğuna görə ucaldıram. Amma kimi alçaldıramsa, yalnız asiliyinə görə, günahlarına görə alçaldıram. Yəni, mal dövlət insanı ucaltmır. İnsanı ucaldan nə vəzifə, nə mal dövlət, nə şan şöhrət, ya da kiminsə nəslindən olması deyildi. Hətta Allah Rasulü Peyğəmbər s.ə.v qızı Fatiməyə deyərdi ki, ey qızım, dünya malından nə istəsən sənə vereyim, amma Allah qatında sənə heç bir kömək edə bilmərəm. Əgər sənin əməlin yoxdursa və insanı ucaldan, onun əməli, necə ki, Salman-ı Farsi radiyallahu anh deyərdi ki, insanı, yəni yerin müqəddəs olması insanı müqəddəsləşdirmir. İnsanı müqəddəsləşdirən onun əməlidir. Yəni, insan ucalır əməli ilə, ibadəti ilə. Və buna görə də Allah Teala tərəfindən quluna yardım da gəlir. Allah Teala Quranda buyurur: "Əleyhisallahu bikafin abdə." Məgər Allah Teala quluna kifayət deyilmi? Bəli, Allah Teala quluna kifayətdir. Amma kimdir Allahın qulu? Hər iki halda qul olan. Həm işləri yaxşı gətirəndə, firavanlıqda və eyni zamanda çətinlikdə, müsibətdə və bankrot olanda da. Onun üçün fərqi yoxdur. Qul o insandır. Amma o insan ki, işləri yaxşı gətirəndə əməllər edir, namaz qılır və yaxud da digər əməlləri yerinə yetirir və çətinə düşən kimi tərk edirsə, o qul sayılmır. Və yaxud da əksinə. Yəni, bunların ikisi haqqında da Allah Teala Quranda xəbər verir. Həcc surəsində buyurur: وَمِنَ النَّاسِ مَنْ يَعْبُدُ اللّٰهَ عَلَى حَرْفٍ. Yəni, insanlardan ellər vardır ki, Allaha bir tərəf üzərində, şək üzərində ibadət edirlər. فَاِنْ أَصَابَهُ خَيْرٌ اِطْمَأَنَّ بِهِ. Ona xeyir gəldiyi zaman təskinlik tapar. Yəni, deyər ki, bu din yaxşı dindir ki, işlərim yaxşı gətirir, ona görə dinə riayət edər. وَاِنْ أَصَابَتْهُ فِتْنَةٌ اِنْقَلَبَ عَلَى وَجِهِ. Ona bir müsibət gəldiyi zaman üz döndərər. Əməlləri tərk edər. خَسِرَ الدُّنْيَا وَالْآخِرَةِ. O insan həm dünyasını və həmçinin ahirətini itirmişdir. ذَٰلِكَ هُوَ الْخُسْرَانُ الْمُبِينَ. Və əsl xusran, əsl ziyana uğramaq da elə budur. İnsanın həm dünyasını itirməsi və həmçinin də ahirətini uduzması. Amma bunun müqabilində elə insanlar var, əksinə, çətinlikdə Allahı tanıyır, rahatçılıq gələn kimi tərk edir. Necə ki, Allah Teala Yunus surəsində buyurur: وَإِذَا مَسَّ الْإِنسَانَ الضُّرُّ دَعَانَا لِجَنْبِهِ أَوْ قَاعِدًا أَوْ قَائِمًا. İnsana bir çətinlik yüz verdiyi zaman o bizi çağırar, dua edər, yalvarar, oturduğu halda, ayaq üstə olduğu halda, uzandığı halda, bütün hallarında yalvarar ki, bu çətinlik aradan qalxsın. فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَنْ لَمْ يَدْعُنَا إِلَى ضُرٍّ مَسَّهُ. Amma nə vaxt ki, biz ondan o çətinliyi qaldırar, o insan elə hərəkət edər ki, elə bil ki, bizi çağıran, yalvaran, dua edən o deyildir. كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِف۪ينَ مَا كَانُوا يَعْمَلُونَ. Və beləliklə də müsriflərə, günahkarlara etdiyi əməllər gözəl göstərilmişdir.
Ona görə insan bunları əldə etməsi üçün həmişə gözünün qarşısında, yəni axirətini xatırlaması, axirətini bərpa etməyə çalışmasıdır. Hətta bir dəfə İmam Əlidən soruşurlar ki, nə üçündür insanlar ölmək istəmir? Əli radiyallahu anh deyir ki, ona görə ki, insanlar dünyalarını təmir ediblər, axirətlərini xaraba qoyublar. Və ona görə də deyir, onlar təmir etdikləri yerdən xaraba qoyduqları yerə keçmək istəmirlər. Və bilirlər ki, axirətin də təmiri əməllə olur. Və baxır, özünün də əməli yoxdur. Ona görə də insan deyir, ölmək istəmir. Və ölüm də gələcək. Allah Teala'nın ən böyük hədəsi ölümdür. Xüsusən də inanmayanlar. Bəzən insanlar deyir, kim oradan gəlib? O qiyamətdən, axirətdən gələn varmı? Yəni, belə şübhə ilə yanaşır. Və Allah Teala elə insanları gəldiyi ən böyük hədəsi ölümdür. Və buyurur ki, Qul fədrau an anfusikumul mevte in kuntum sadiqin. De ki onlara, əgər sözünüzdə doğrusunuzsa, ölümü özünüzdən uzaqlaşdırın. Ölməyin. Yəni, kim ki inanmır, boş şeydir, hünəri çatır ölməsin. Varmı elə bir insan milyardlar yığsın və ölümün qarşısını alsın? Və bunu biləndən sonra insan, yəni buna iman gətirdisə, ağıllı insan öləndən sonraki həyat üçün çalışan insandır. Amma dünya isə sadəcə bir, necə ki, İmam Əli radiyallahu anh deyir ki, bir tarladır. Axirətin tarlasıdır. Yəni, burada nə əkdirsə, onu orada becərəcəkdir. Ona görə insan dünyada əkməlidir ki, qiyamət günü insanlar biçdiyi zaman peşman olmasın. Və həmçinin Allah Teala'nın o inanmayanlara, yəni dəlillər, Quranda neçə yerdə dəlillər gəlir. Hətta Yasin surəsində axırlarında gəlir ki, وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَ. Deyir, o bizə misal çəkil, amma öz yaradılışını unudub. O vaxtı birisi, As ibn Vail, kafirin birisi, Peyğəmbər s.ə.v yanına gəlir və əlinə sümükləri götürür, çürümüş sümükləri və əlində ovur belə və deyir ki, bu belə olduqdan sonra, ovulduqdan sonra, çürüdükdən sonra bunları kim dirildəcəkdir? Allah Teala xəbər verir. وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَ. O bizə misal çəkir, amma öz yaradılışını unudub, nədən yarandığını. قَالَ مَنْ يُحْيِ الْعِظَامَ وَهِيَ رَمِيمٌ. Və deyir ki, bu sümükləri çürüdükdən sonra kim dirildəcəkdir? Allah Teala buyurur, قُلْ de ki, يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةً. Onu ilk dəfə yoxdan yaradan qaytaracaqdır. Yəni, hansı daha çətin? Yoxdan var etmək, yoxsa olanı qaytarmaq? Əgər Allah Teala səni yoxdan var edibsə, qaytarmaq onun üçün heç də çətin deyildir. İnnəmə əmruhu izə aradə şeyən ən yəqulə ləhu kun fəyəkun. Allah Teala bir şeyin olmasını istəyərsə, sadəcə ona ol deyir, ol deməklə dərhal olur. Kun fəyəkun sözü var, ha? Kun fəyəkun oldu deyir. Kun, ol deməkdir. Fəyəkun, yəni dərhal olur. Və bəzən alimlər misal çəkir, yəni daha bəzən insan misalla daha yaxşı başa düşür, yəni inanmayanlara xüsusən də, yəni elə bil ki, deyir, təsəvvür edək, fərz edək ki, ana bətnində olan bir uşaqdır, ana bətnində olan və ona deyilir ki, dünya var, ağaclar var, maşınlar, binalar var və uşaq da ana bətnində başqa bir şey görmür, deyir ki, nə varsa burada var. Yəni, inanmır. Sonra dünyaya gəlir, bir neçə illərdən 20 yaşında məsələn soruşulur ki, bax, belə bir səndən söhbət aparılmışdı, sən deyirdin ki, boş şeydir. Yoxdur elə bir şey. Deyir ki, mən xata edirdim. Eyni ilə də dünyanın
ahirətə olan nisbəti ana bətnində olan uşağın dünyaya olan nisbəti kimidir. Allah Teala Səcdə surəsində buyurur: "Vələv tara idil mujrimun nakisu ruusihim ində rabbihim rabbana." Kaş ki sən günahkarları qiyamət günü Rəbbinin qarşısında başlarını aşağı dikmiş halda görərdin. Onlar deyəcəklər: "Rabbana, ey Rəbbimiz, absarna, artıq gördük. Və səmi'na, eşitdik. Nə istəyirsiniz? Farci'na, bizi qaytar. Na'mal salihan. Bizi qaytar, biz salih əməllər edək." Yəni artıq gecdir. Çünki Allah Teala yəni insanın ibrət alması üçün kifayət qədər ömür veribdir. Hardan gəlib, hara gedəcəyini bilməsi üçün insana verilən ömür kifayətdir. Necə ki Allah Teala Quranda da xəbər verir. Və hum yastarixuna fiha. Onlar cəhənnəmdə fəryad qopararaq qışqıracaqlar. Rabbana axricna na'mal salihan ghayra'llazi kunna na'mal. Və deyəcəklər ki, ey Rəbbimiz bizi çıxart buradan və biz etmədiyimiz salih əməlləri edək. Və Allah Teala buyuracaqdır ki: "Awalam nu'ammirkum ma yetezekkeru fihi men tezekkara ve ca'akumun nazir." Məgər biz sizə ibrət almaq üçün ibrət alanın ömrünü vermədikmi? İbrət almaq üçün kifayət qədər ömür vermədikmi? Təfsirdə keçir ki 18 yaş, 20 yaş, 40 yaş, 60 yaş. Yəni bu qədər verilən ömür insanın ibrət alması üçün kifayətdir. Və ca'akumun nazir, və sizə nəzir də gəldi. Nəzir ərəb dilində nəzir sözünün mənası, lüğəvi mənası xəbərdar edici deməkdir. Nəzir xəbərdar edici. Onun mənası nədir? İzahı, yəni sizə xəbərdar edici də gəldi. Xəbərdar edici odur ki, insanın saçının qara olduqdan sonra ağarması. Saçların qara olduqdan sonra ağarması artıq xəbərdar edir vaxtın yaxınlaşdığını. Yəni bunlar insanın ibrət alması üçün kifayətdir. Sözsüz ki, insanı məşğul edən, yayındıran şeylər var, amma insan yenə bunlara baxmayaraq, yəni qəlbinin islahı üçün, qəlbinin düzəlməsi üçün səbəblərdən tutmalıdır, onu axtarmalıdır. Və bilməlidir ki, bədən xəstəliyindən daha betər insanın qəlbinin xəstəliyidir. Rəbbini tanımaması və o gün üçün hazırlaşmaması. Və görsəm, insanın bədəninə hər hansı bir xəstəlik üz verdiyi zaman qəpi-qəpinin üzərinə yığaraq onun müalicəsi üçün çalışır və ən yaxşı həkimlər axtarır. Amma qəlbi xəstələndiyi zaman onun müalicəsini axtarmır. Həkim axtarmır. Amma bilmir ki, ona qiyamət günü fayda verən sağlam, salamat qəlbi olacaqdır. Necə ki, İbrahim əleyhissalam duasında keçir ki, وَلَا تُخْزِنِي يَوْمَ يُبْعَثُونَ Məni qiyamət günü rüsva etmə. يَوْمَ لَا يَنْفَعُ مَالٌ وَلَا بَنُونَ O gün insana nə mal dövləti, nə oğul uşağı fayda verəcəkdir. İllə mən ətəllaha bi qalbin səlim Yalnız Allahın huzuruna salamat qəlblə gələndən başqa. Salamat qəlb. Salamat qəlb hansıdır? O qəlbdir ki, birinci şirkdən salamatdır. Allahdan qeyrisinə bağlanmaqdan salamatdır. Bidətdən salamatdır. Və həmçinin asiliklərdən salamat olan qəlbdir. O qəlb fayda verəcək. Əgər yox qəlbdə şirk varsa, Allahdan qeyrisinə bağlanma varsa, Allahdan qeyrisini köməyə çağırma varsa, yəni o məsələlərdə ki, ona Allahdan qeyrisi qadir deyil. Aslında Allahdan qeyrisindən ya filan kəs mənə evlad ver, şəfa ver deyərsə, artıq bu ən böyük günahlardan sayılır. Hətta Allah Teala yenə bunu da izah edir. Həcc surəsi 73-cü ayədə və buyurur ki: "Ya eyyuhan-nasu duriba masalun fastami'u lah." Ey insanlar, bir misal çəkildi, ona diqqət yetirin. İnnellezine ted'un min dunillahi len yakhluqu zubaban velau ijtama'u lah. Sizin Allahdan qeyri çağırdıqlarınız babalar, əfəndilər, seyidlər, pirlər bir milçək yarada bilməzlər. Bütün dünyanın pirləri bir araya gəlsə, bir milçək yarada bilməzlər. Və in yaslubhumu zubabu şey'an la yastanqiduhu min. Əgər o milçək o pirin üstündən, qəbrin üstündən bir şey götürürsə, onun götürdüyünü geri qaytara bilməz.
Da'ufat talibu vel matlub. İstəyən də aciz, istənilən də aciz. Mə qadarullah haqqa qadri. Allahı layiqincə qiymətləndirmədilər. Allahı layiqincə dəyərləndirmədilər. Yəni, hər bir şey verən, hər bir neməti verən Allah Teala olduğu halda insanın neməti Allahdan qeyrisinə mənsub etməsi ən böyük zülüm sayılır. Bir pirə getdim, deyir, evlad oldu. Uşağın da adını qoyurlar, pir verdi. Allah verdi əvəzinə, olur pir verdi. Gör, nə dəhşətli bir günahdır. Böyük zülüm sayılır. Çünki Allah Teala buyurur, İnnə şirkə lə zulmün azim. Həqiqətən şirk böyük zülümdür. Sənin evladındır, yeməyini verirsən, içməyini verirsən, əyin başına alırsan, amma sənin üçün heç bir iş görmür. Ancaq qonşuda işləyir. Zülm etmiş olmazmı? Və sənə hər bir şeyi verən sənin Rəbbindirsə və sonra onu Allahdan qeyrisinə mənsub etməyin necə zülm olmasın? Ən böyük zülm sayılır. Yəni, zülm bir şeyi öz yerinə qoymamaqdır. Deməli, şirk qoşan insan ibadəti öz yerinə qoymamışdır. Yəni, Allaha yönətmədiyinə görə böyük zülm etmiş olur. Və ona görə insan, yəni, əgər bununla maraqlanarsa, bunu doğrultmaya çalışarsa, vallahi həm dünyasını əldə edir, dünyanın əsl səadətini qazanır və eyni zamanda da axirət mükafatları da vardır. Amma bundan uzaq olarsa, nəfsinin istədiyi şəkildə davranarsa, əməllər edərsə, insan həm dünyasında da rahat ola bilməz və üstəlik də cəza da gözləyir. Allah qorusun. Allah Teala hər birimizi eşidib, yaxşısına tabi olanlardan etsin. Hər birimizə haqqa haqq olaraq göstərsin, haqqa müvəffəq etsin. Batili batil kimi göstərib batildən çəkindirsin. Və bizi nemət veriləndə şükr edənlərdən, müsibət gələndə səbr edənlərdən və günahdan sonra dərhal tövbə edənlərdən etsin. Və harada olsaq bizi mübarək etsin. Və Allah Teala bu evliliyi də xeyirli, bərəkətli etsin. Həm onlara dünyanın səadətini və həmçinin axirətin səadətini versin. Allah razı olsun. Diqqətinizə görə. Allah razı olsun. İxlasla.com saytı tərəfindən təqdim olundu.